Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Abil Qasim Muhammed. Allahümme salli ala Muhammed ve ala alihi tayyibin tahirin el-ma'sumin el-mukarramin. Rabbi şirah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Qala Allahu Teala fi muhkemi kitabih. İnnemel mu'minûne ihvetun fe aslihu beyne ahaveykum vettekullaha leallekum turhamun. Amennâ billah ve sadakallahul aliyyul azim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Cümə gününüz mübarək olsun əziz möminlər. Sizi və özümü ilahi təqvaya dəvət edirəm, ilahi təqvanı tövsiyə edirəm. Söhbətə başlamadan öncə illərlə bizimlə birlikdə cümə namazına gələn, hər gün məscidimizə gələn nurani ağsaqqalımız Hacı Cəfər qardaşımız dünyasını dəyişibdir. Allah Teala onun təqsiratını əfv eyləsin, məqamını uca eyləsin, sevdiyi Peyğəmbər və Əhl-i Beytlə birgə qərar versin inşallah. Hacımızın ruhuna salavat zikr edək. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. İslam dini vahid ümmətin və vahid dinin ardıcılları olan insanlar arasında, yəni İslam ümmətinin fərdləri arasında qardaşlıq məsələsinə, dostluq məsələsinə çox böyük önəm veribdir. Biz elə bir zamanda yaşayırıq ki, cəmiyyətdə hər sahədə parçalanmalar baş verir, hər müstəvidə parçalanmalar baş verir. İnsanlar bir-birinə yadlaşırlar. Hətta görürsən, bir ailənin fərdləri, qardaş və bacılar bir müddətdən sonra hər biri ailə sahibi olduqdan sonra bir-birindən uzaqlaşırlar və bir-birinə yadlaşırlar. Xüsusilə də qərbdən gələn dəyərlər özü ilə eyni zamanda müəyyən mənfi cəhətləri də gətiribdir. Və artıq bu mədəniyyətlər konfliktində, mədəniyyətlər arası mübarizədə biz müsəlman cəmiyyətinə də bəzi qərb dəyərləri gəlib daxil oldu ki, bunlar özü ilə yanaşı müəyyən mənfi cəhətlər gətirdi. Həmin cəhətlərdən biri də ailə dəyərlərinin itməsidir. İnsanlar arasında qohum-əqraba münasibətlərinin korlanmasıdır. İnsanların bir-birinə yadlaşmasıdır. Dostluq əlaqələrinin səmimiyyət, təqva üzərində deyil, maddi çıxarlar və mənfəətlər üzərində qurulmasıdır. Yavaş-yavaş biz sahib olduğumuz o gözəl dəyərləri itiririk. Bu cəhətdən də biz İslamın dəyərlərinə diqqət etməliyik ki, əzəmətli İslam dini, İslam şəriəti ümmətin fərdləri arasında, ümmətin övladları arasında, cəmiyyətdəki insanlar arasında münasibətləri necə tənzimləyir, bizə hansı təlimləri verir? Bunun üçün Quran-ı Kərim, Peyğəmbər və Əhl-i Beytindən bizə gəlib çıxan hədislərə, dini mətnlərə müraciət etməliyik. Və bu zaman görəcəyik ki, çox ali təlimlər var, müqəddəs təlimlər var ki, biz o təlimlərə diqqət yetirməliyik. Çünki həmin təlimlər bizim xeyrimiz üçündür, bizim səadətimiz və xoşbəxtliyimiz üçündür. Həmin dəyərlərdən biri də qardaşlıq və dostluq dəyəridir. Bilirsiniz, Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm Allahümme salli ala Məkkədən Mədinəyə hicrət etdikdən sonraki müsəlmanlar Mədinəyə gəlmişdi. Mədinədə müsəlmanlar iki dəstədən ibarət idi, mühacir və ənsarlar. Ənsarlar şəhərin yerli əhalisindən olan müsəlmanlardır. Mühacirlər Məkkədən gələn müsəlmanlardır. Həzrət Rasulullahın gördüyü ilk işlərdən biri də insanları bir-birinə qardaş etməsidir. Müsəlmanları bir-birinə qardaş etdi, sahabələri bir-birinə qardaş etdi. Hətta tarixi müraciət etdikdə, tarixə nəzər saldıqda belə bir fəzilətlə də rastlaşırıq ki, Həzrət Rasulullah sahabələr arasında onları bir-birinə qardaş etdi. Əli əleyhissalamı heç kəslə qardaş etməmişdi. Əmir əl-Mömin əleyhissalam biraz kövrəldi. Dedi, ya Rasulallah, məni heç kəsə qardaş etmədin. Allah Rəsulü buyurdu ki, ya Ali, əntə əxi fid-dünya vəl-axirək. Ey Əli, sən mənim dünya və axirətdəki qardaşımsan. Və Əli əleyhissalamı özünə qardaş seçdi, qardaş təyin etdi. İslam ümmətində insanlar arasındakı münasibətlərin tənzimlənməsi üçün ortaq bir dəyər var.
və ən ali bir dəyərdir həmin ortaq dəyər. O nədir? O Allaha iman gətirməkdir. İman məsələsidir. İnsanlar iman ətrafında cəm olublar. Biz müəyyən tarix kitablara da baxdıqda, sosioloji kitablara da baxdıqda görürük ki, insanlar müxtəlif qruplara bölünüblər. Tarixən belə olub. İrqinə görə insanlar bölünür, yaşadığı coğrafi əraziyə görə insanlar bölünür ki, Avropalıdır, Afrikalıdır, Asiyalıdır, Qərblidir, Şərqlidir, Türkdür və ya Ərəbdir. Dinimizdə yeganə bölgü iman əsasında olan bölgüdür. Bəqərə surəsinə nəzər salsaq, Bəqərə surəsində görəcəksiniz, əvvəl Allah Teala iman gətirənlərdən bəhs eləyir, sonra münafiqlərdən, sonra kafirlərdən. İman əsasında insanlar üç qismə bölünür. Möminlər, iman gətirənlər, kafirlər, iman gətirməyənlər, münafiqlər, üzdə iman gətirib içlərində küfrü gizlədənlər. İslamın qəbul etdiyi bölgü budur, iman əsasında olan bölgüdür. Ona görə də İslam ümmətində, müsəlman toplumunda, müsəlman cəmiyyətində insanların birləşdirən ən böyük amil iman amilidir. Allah Quran-ı Kərimdə də buyurur, İnnəməl mu'minunə ixvətun. Hücrət surəsi 10-cu ayədə, möminlər qardaşdırlar, yalnız möminlər qardaşdırlar. Fəəslihu beynə əxaveykum. Qardaşlarınızın arasını düzəldin, islah eləyin. Vəttəqullaha ləalləkum turhamun. Allah huzurunda məsuliyyətli olun, Allahdan qorxun, çəkinin, Allahın hökmlərinə, Allahın buyurduqlarına, əmrlərinə ehtiramla yanaşın, onları yerinə yetirin. Ləalləkum turhamun, bəlkə sizə rəhm olundu. Qardaşlığın əsası imandır. Bəzən insanın iman əsasında olan qardaşı doğma qardaşından da belə, doğma bacısından da belə insana daha yaxın olur. Ona görə Əmir əl-Möminin əleyhissalam bir kəlamında buyurur ki, bəlkə elə qardaşın var ki, onu heç anan dünyaya gətirməyib. Bəzən görürsən, insanın elə bir dində bir dostu olur, qardaşı olur ki, heç onu anamız dünyaya gətirməyibdir. Əmir əl-Mömin əleyhissalamın Nəhcül Bəlağədə bir xütbəsi var. Bir dostu barədə, din qardaşı barədə danışır. Deyir ki, Kənə li əxun fīmə məda. Əvvəllər deyir, mənim bir qardaşım vardı. Dünyanın onun gözündə kiçik olması onu mənim gözümdə böyütmüşdü. Yəni, o mənim gözümdə böyük bir insan idi. Niyə? Çünki dünyanın gözündə kiçik idi, heç nə idi. İman qardaşı çox mühüm məsələdir. İndi biz inşallah xütbə əsnasında müəyyən hüquqları, haqları qeyd edəcək ki, müsəlmanın müsəlman üzərində olan haqları nədir? Din qardaşının sənin üzərində olan haqları nədir? Bunu bilməmiz hər birimizə vacib məsələlərdəndir. Ki, bu qardaşlıq dəyərinin iki faydası var. Biri dünyavi faydadır, biri uxravi faydadır, axirətə aid olan faydadır. Dünyavi faydasına gəlincə, din qardaşın, mömin qardaşın sənin sığınacaq yerindir, çətinliklərində, problemlərində, müşkilatında ona sığınacağın bir yerdir. Dərd qəmə düşdükdə, qəm qüssəyə batdıqda, qəm qüssə aradan aparacaq bir şəxs olmalıdır. Axirət faydasına gəlincə, bilirsiniz ki, qiyamətin günündə şəfaət var ki, peyğəmbərlərə məxsusdur, imamlara məxsusdur və möminlərə də məxsusdur. Ki, bəzən mümkün olacaq ki, qiyamət günündə mömin qardaşımızın bizə şəfaət etməsinə ehtiyacımız olacaq. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bir hədis şərifdə buyurur ki, İstəkthiru minəl ixvan. Çoxluq din qardaşlarınız olsun, qardaşlarınızın sayı çox olsun. Fə innə li kulli mu'minin şəfaətun yevməl qiyamə. Qiyamət günündə hər bir müminin şəfaəti var, şəfaət haqqı var. Dünyada sənə dayaqdır. Dünyada xoş günündə yanındadır, pis günündə də yanındadır. Çətinliklərində sənə dayaqdır, sipərdir sənə. Necə ki, Əmir əl-Mömin əleyhissalam buyurur ki, Uddətun firrəxa və cünnətun indəl bəla. Ki, firavanlıqda deyir, səni qoruyandır, bəla zamanı isə sənə sipərdir. Ahirətdə də sənə şəfaətdir. Din qardaşının çox haqları var üzərimizdə. Həzrəti Peyğəmbərdən nəql olunan bir hədisdə 30-a qədər haqq qeyd olunubdur. Əmir əl-Möminin əleyhissalam nəql eləyir bu hədisi bizə ki, Allah Rəsulü buyurdu ki, müsəlmanın müsəlman qardaşı üzərində 30 haqqı var və bu haqlardan qaçış yoxdur. Ya bunu yerinə yetirməlisən, ya da qardaşın sənə o haqqını keçməlidir. Yəni, qurtuluş yox, soru-sual olunacaq bu haqq barəsində. Və sonra Əmir əl-Mömin əleyhissalam o haqları sadalamağa başlayır ki, bəzilərini nəzərinizə çatdırım. Ki, buyurur ki, xətasını bağışlayacaqsan, göz yaşlarına rəhm edəcəksən, eyblərini örtəcəksən, üzrünü qəbul eləyəcəksən,
Nəinki qeybətini edəcəksən, qeybəti olunsa onun qarşısını alacaqsan, imkan verməyəsən ki, onun qeybətini etsinlər. Həmişə ona səmimi olacaqsan, nəsihət edəcəksən. Xəstələndikdə baş çəkəcəksən, dünyasını dəyişdikdə cənazəsində iştirak eləyəcəksən, dəvət etdikdə dəvətini qəbul edəcəksən, icabət edəcəksən, hədiyyə verdikdə hədiyyəsini qəbul edəcəksən, sənə yaxşılıq etdikdə o yaxşılıqların müqabilində təşəkkürü bildirəcəksən, ehtiyaclarını ödəyəcəksən, ehtiyacları üçün şəfaətçi olasan, vasitəçi olacaqsan, çaşqınlıqlarında yolunu azdıqda onu hidayətə tərəf yönəldəcəksən, salam verdikdə salamını alacaqsan, xoş və gözəl tərzdə o ilə danışacaqsan, and içdikdə andını təsdiqləyəcəksən, dostu ilə dost olacaqsan, düşməni ilə düşmən olacaqsan, zalim də olsa ona dəstək olacaqsan, məzlum da olsa ona dəstək olacaqsan. Zalim olsa necə dəstək olacaqsan? Deyir, zalim olsa onu zülmündən çəkindirəcəksən. Məzlum olsa haqqını almaq üçün ona dəstək olacaqsan, yardım edəcəksən. Onu heç vaxt xar etməyəsən, tək buraxmayacaqsan. Özün üçün hansı xeyri sevirsənsə, onun üçün də həmin xeyri sevəcəksən. Hansı şərr işdən xoşun gəlmir özün üçün, onun üçün də o şərr məsələləri sevməyəcəksən. Yəni, özünə rəva bildiyin, onu da rəva biləcəksən. Əmir əl-Mömin əleyhissalam bunları sayır, təqribən 30-a qədər burada haqdır. Sonda deyir ki, Peyğəmbərin belə dediyini eşitdim ki, Allah Rəsulü buyurdu ki, sizlərdən hər kim din qardaşının bu haqlarından birini tərk edərsə və qiyamətin günündə də həmin o din qardaşın gəlib haqqını istəsə, Allah sənin əleyhivə və onun leyhinə hökm edəcəkdir. Yəni, bu haqlardan qaçış yoxdur, bu haqları hər birimiz bilib onu yerinə yetirməliyik. Ümumiyyətlə, bir hüquq var, bir də əxlaq var, əxlaqi dəyərlər var. Bəzən görürsən, cəmiyyətdə də fikir insanlar arasında bu mübahisə gedir ki, hüquq üstündür, yoxsa dəyərlər üstündür. Məsələn, qərb insanı ilə şərq insanının əsas fərqlərindən biri də budur ki, qərb insanı hüquq insanıdır. Şərq insanı daha çox dəyərlərlə yaşayan bir insandır. Biz məsələn, hər məsələdə o dəqiqə qaçıb məhkəməyə haqqımızı, hüququmuzu tələb edən insanlar deyilik. Şərq insanının təfəkküründə bu yoxdur. Qərb insanının təfəkküründə bu var. Məsələn, şərq insanında bu yoxdur ki, qonşudan səs gəlir, bu narahat oldu, getsin, polisə şikayət eləsin. Amma qərb insanı bunu eləyir. Mənəvi dəyərlər mühüm deyil, orada hüquq mühümdür. Cəmiyyətdə hər kəsin haqqı verilməlidir. Hüquq mühüm məsələ, ədalət mühüm bir məsələdir. Hətta Əmir əl-Mömin əleyhissalamdan soruşdular ki, ədalət üstün xüsusiyyətdir, yoxsa şücaət üstün xüsusiyyətdir? Həzrət buyurdu ki, əgər ədalət olarsa, şücaətə ehtiyac qalmaz. Əgər bir cəmiyyətdə ədalət varsa, kimdənsə məzlumun haqqını o zalimdən almaq üçün şücaət göstərməyə ehtiyac qalmaz. Artıq ədalət mövcuddur. Hüquq mühüm məsələdir. Amma hüquqla yanaşı dəyərlər də olmalıdır ki, dəyərlər hüquqdan biraz fövqündə olan bir məsələdir. Həyat yalnız hüquqdan ibarət olsa, qayda qanunlardan ibarət olsa və bu qayda qanunları rəayət etməkdən ibarət olsa, çox quru alınacaq həyat. Həyatın dadı olmayacaq, ruhu olmayacaq. Baxın, məsələn, adi bir ailəni götürək. Dinimizdə, məsələn, şəriət hökmləri var da. Şəriət hökmləri nədir? Həmin hüquqdur, İslam hüququdur. İndi birdən insanlar hamısı elə bu şəriət hökmlərinin o hüquqlarla yaşasa, ailədə kişi öz haqqlarını tələb edir, qadın öz haqlarını tələb edir və heç kəs də güzəşdə getmir. Bütün gün davadalaş olacaq. Güzəş lazımdır, mehribançılıq lazımdır, şəfqət lazımdır, məhəbbət lazımdır. Dostlar arasında, din qardaşları arasında da məsələ təkcə hüquq müstəvisində deyil. Bunların ən fövqündə duran məsələ insanlar arasında olan məhəbbətdir. Din ümumiyyətlə sevgidən ibarət. Keçən xutbələrdə də dedik ki, İmam Baqir əleyhissalamdan da bir hədis var. Buyurur ki, hələ din illəl hub, din sevgidən başqa bir şeydirmi? Və ya başqa bir hədisdə din Allah üçün sevmək və Allah üçün nifrət etməkdən ibarətdir. Yəni, sevəcəksənsə, Allah üçün sevəcəksən, birinə də qəzəb edirsənsə, nifrət edirsənsə, Allah üçün nifrət edəcəksən. O təvəlla təbərra da buradan gəlib çıxır, ha? Ki, Allah dostları ilə dost olmaq, Allah düşmənləri ilə düşmən olmaq. Əmir əl-Mömin əleyhissalam Kumeylə deyir ki, ya Kumeyl, in ləm tuhibbu əxəkə fələstə əxəh. Ey Kumeyl, əgər qardaşı, din qardaşı sevmirsənsə, onunla qardaş deyilsənsən, o sənin qardaşın deyil, sən də onun qardaşı deyilsən. Qardaşlığın əsasında sevgi dayanmalıdır, məhəbbət dayanmalıdır. Ona görə də Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, əgər möminlər Allah üçün bir-birini sevsələr, Allah üçün saflaşsalar, bir-birinə səmimi olsalar, vahid bədən kimi olarlar. Birinin bədəninin müəyyən bir yeri ağrıyarsa, o birisi həmin yerdə ağrını hiss eləyər, ağrını duyar. Möminlər belə olmalıdır.
vahid bir bədən kimi olmalıdır. Görürsən, məsələn, dişin ağrıyır, dişin ağrımaqla iş bitmir ki, yuxun da qaçır, narahat olursan, yata da bilmirsən. Bütün bədənin, bütün varlığın bir üzvün ağrılığına reaksiya verir. Cəmiyyət içərisindəki möminlər, cəmiyyət içərisindəki din qardaşları da, müsəlmanlar da bu cür olmalıdır ki, biri ağrı hiss eləyəndə hamımız o ağrını hiss eləməliyik. O zaman biz həqiqi İslam toplumu olacağıq, mömin topluma çevrilmiş olacağıq. Məhməd Akif Ərsoy eşitmişsiniz də, əsrin əvvəlində, 20-ci əsrin əvvəllərində Türkiyədə yaşamış bir şair, düşünür, fikir adamıdır. İstiqlal marşını da yazandı. Bir gündən soruşdular ki, bu İslam ümməti nə vaxt bir ayağa qalxacaq, bir dirçələcək? Dedi, cəmaat cümə namazına gəldiyi kimi sübh namazına gələrsə dirçələcək bu ümmət. Yəni, ancaq biz göstəriyə daha çox diqqət edirik. Nəinki məsələn o alt qatda yatan mühüm hədəflər, mühüm məqsədlərə. Sevgi və məhəbbət əsasında olmalıdır və möminlər vahid bir bədən kimi olmalıdırlar. Ki, cəmiyyətdə bir nəfər acı çəkirsə, o acını hamımız duymalıyıq, hamımız hiss etməliyik. Əks təqdirdə biz bir-birimizin hələ din qardaşı ola bilməmişik. Və mühüm əhəmiyyətli məsələlərdən biri də budur ki, dostlar arasında, qardaşlar arasında ehtiram olmalıdır, hörmət olmalıdır. Bəzən görürsən, məsələn, 2-3 nəfər bir-birinə o qədər yaxın dostlar ki, ortadan bütün pərdələri götürürlər. Bir-birinə hər zarafat edirlər, hər sözü deyirlər. Bu cür olmamalıdır. Hörmət və ehtiram qorunub saxlanmalıdır ki, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, əgər səninlə qardaşın arasındakı ehtişam və hörmət aradan gedərsə, həya da aradan gedər, abır da aradan gedər. Bir-birinin abrını, həyasını aradan aparan qardaş olanmaz, dost olanmaz. Amma ehtiram və hörmət qalarsa, sevgi də qalacaqdır, məhəbbət də qalacaqdır. Və eyni zamanda qardaşlar arasında gərək bir-birinə qarşı kin, küdurət, həsəd olmasın. Adətən, iblisin ən güclü silahlarından biri də həsəddir. Ona görə də həsəd böyük günahlardandır. Quran-ı Kərimdə də bilirsiniz də, Fələq surəsində Allah Teala bir neçə şərdən bizə Allah sığınmağı əmr eləyir. Qul əuzu bi rabbil fələq min şərri ma xələq. Və gəlir bir yerdə deyir ki, nə deyir su ayədə? Və min şərri hasidin izə həsəd. Həsəd edənin şərrindən Allaha sığınırıq. Həsəd yer üzərində baş vermiş ilk cinayətin səbəbidir. Qabil Habili qətlə yetirdi həsəd üzündən. Dostlar arasında da şeytan nifaq saldıqda həsədlə başlayır. Din qardaşın, dostun uğurlarına sevinəcəksən, həsəd aparmayacaqsan. Paxıllıq etməyəcəksən ona. Qibtə var, qibtə başqa bir şeydir. Qibtə təriflənən bir məsələdir. Həsəd budur ki, sən birində bir nemət görürsən və o nemətin ondan zəval olmasını, itməsini, aradan getməsini istəyirsən. Bu haramdır, bu böyük günahdır. Qibtə budur ki, birində bir nemət görürsən və istəyirsən sən də elə bir nemətə sahib olasan, istər maddi, istər mənəvi. Ki, dostlar arasında gərək həsəd olmasın. Çünki həsəd qardaşlığın arasında kin-küdurət yaradan səbəblərdən, ayrılığa səbəb olan, nifrətə səbəb olan amillərdəndir. İmam Sadiq əleyhissalam buyurur ki, qardaşlıq 3 şeyə əsaslanır. Qardaşlıqda 3 mühüm məsələ var. Hansılardır? İmam buyurur ki, əgər bunlara əməl etməsələr, onlar qardaş ola bilməyəcəklər, bir-birindən ayrılacaqlar və bir-birindən nifrət edəcəklər. Birincisi budur, ət-tənasüf, bir-birindən insaflı davranacaqlar. Münasibətlər insaf üzərində olacaq. Və tərahum, bir-birinə qarşı mərhəmətli olacaqlar. Və nəfyül həsəd, və həsədin aradan aparılması, həsədin olmaması. Bu 3 şey olmasa onlar bir-birindən qardaş ola bilməyəcəklər. Və eyni zamanda qardaşlar gərək bir-birini ziyarət eləsinlər, tez-tez görüşsünlər. Biz keçən cümədə silə-i rəhm barədə danışdıq. Silə-i rəhm qohum-əqrəba arasında olan münasibətlərin tənzimlənməsidir, münasibətlərin isti saxlanmasıdır. Eləcə də qardaşlar arasında, din qardaşlarının arasında gərək bu münasibətləri isti saxlayasın. Hətta yaxşı olar ki, həftədə özünə bir gün seçəsən, illərdir görmədiyin, illərdir münasibət qura bilmədiyin ki, halbuki çox yaxın dost qardaş olmuşsun, gedib onlara baş çəkəsən. Şərt deyil, nəsə ona bir maddi dəstək olasan, deyir. Qovlun ma'ruf sadaqa. Gözəl sözdür, deyir, bir sədəqədir. Və ən xeyirli sədəqədir, bəlkə də gözəl söz. Bəlkə də o gözəl sözə ehtiyacı var. Sənin, mənim heç ona edəcəyimiz o maddi yardıma ehtiyacı yoxdur. İmam Sadiq əleyhissalam bir hədisdə buyurur ki, biri-birinizi ziyarət eləyin. Çünki sizin bir-birinizi ziyarət etməyiniz qəlblərinizi diri saxlayacaqdır. Qəlbləriniz bir-birinə qarşı məhəbbətli olacaqdır. Və bizim hədisləri, bizim söhbətləri xatırlayın. Yəni bir yerə də cəm olduqda elə oturub boş-boş danışmaq lazım deyil. Köhnə naftalin iyi vermiş, keçmiş söhbətlərdən eləmək lazım deyil. Faydalı məsələlərdən söhbət etmək lazımdır. Peyğəmbər və əhl-i beytin bizim üçün o
çizdiyi yol var ki, o yolla biz özümüzü necə islah edə bilərik, necə mənəvi yüksəlişlərə çata bilərik, kamilliklərə çata bilərik, bu barədə bəhs etmək lazımdır. Ardınca buyurur ki, çünki bizim söhbətlərimiz sizi bir-birinizə bağlayacaq, sizi bir-birinizə mehriban eləyəcək. Əgər bizim söhbətlərimizə əməl etsəniz, nicat tapacaqsınız, hidayət tapacaqsınız, xilas olacaqsınız axirətdə də. Yox, bizim hədislərimizi, bizim sizin üçün o buyurduqlarımızı tərk etsəniz, yolunuzu azacaqsınız, həlak olacaqsınız. Dostluq eyni zamanda həm çətin gündə, həm asan gündə olmalıdır. Dostluq elə təkcə asan günün dostluğu deyil, qardaşlıq asan günün qardaşlığı deyil. Çox insanlar var ki, görürsən, xoş gündə ətrafındadır həmişə. Balaca ayağın büdürəyən kimi ətrafında tapanmırsan o insanları, görə bilmirsən o insanları. Niyə? Çünki səmimiyyət üzərində qurulmayıb, mənəvi dəyərlər üzərində qurulmayıb dostluq. Təqva üzərində qurulmayıb həmin dostluq. Əgər təqva üzərində qurulsa, mənəviyyət üzərində qurulsa, hər zaman sənin yanında olacaq, hər zaman səninlə dost olacaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədis-i şərifdə buyurur ki, 2 dənə xüsusiyyət var ki, onun üstündə başqa bir xüsusiyyət yoxdur. Hansıları deyir, Allaha iman gətirmək və Allah bəndələrinə fayda vermək, dostlara, qardaşlara faydalı olmaq hər zaman. Həm çətin gündə, həm xoş günündə. Və 2 pis xüsusiyyət var ki, ondan da pis heç bir şey yoxdur. Hansılardır? Rasulullah buyurdu ki, Allaha şərik qoşmaq və Allah bəndələrinə zərər vermək. Dostumuzu sevməliyik, qardaşımızı sevməliyik, onun xidmətində dayanmalıyıq. Çətin günündə də, asan günündə də o ilə daimən bərabər olmalıyıq və onu sıxıntıya salmamalıyıq. Bəzən belə bir fikir var, görürsən ki, bəzi insanlar o qədər ərk eləyir dostuna ki, elə nə problem olur, zəng eləyir dostuna, çağırır ki, kömək, dost deyilik, qardaş deyilik, dəstə olma, kömək ol mənə. Amma bu cür deyil məsələ, dosta kömək etmək lazımdır, çətin günündə ona yardım etmək lazımdır, amma bu demək deyil ki, mən bütün əziyyətimi, bütün ağırlığımı dostumun üzərinə yükləməliyəm. Həzrət Rasulullah buyurdu ki, əgər bir insan bir işi bacarırsa, amma bu işi görmür, onu başqasına həvalə eləyir ki, mənim əziyyətimi qoya çəksin, məlunun, lənətlənmiş birisidir o insan. Dostluq, qardaşlığı deyil ki, sən elə ona əziyyətə salasan, ona çətinlik verəsən, ona həmişə elə sıxıntıya salasan, yox, bu cür deyil. İndi qeyd edəcəyik, Əmir əl-Möminin əleyhissalamdan bir hədisdə və ümumiyyətlə Peyğəmbər və Əhl-Beytindən gələn hədislərdə kimlərlə qardaşlıq etmək olmaz, kimlərlə dostluq etmək olmaz. Əmir əl-Möminin əleyhissalam buyurur ki, nə badə axmaq və yalançı ilə dostluq eləyəsən. Çünki sənə fayda vermək istəyəcək, sənə dayda zərər eləyəcək. Axmaq birisi ilə dostluq eləsən, fayda vermək istədiyi yerdə sənə zərər verəcəkdir. Yaxını sənə uzaqlaşdıracaqdır, uzağı sənə yaxın göstərəcəkdir. Ona bir əmanət verəsən, əmanət və xəyanət edəcəkdir. Özü danışanda yalan danışacaq, sən danışanda da inanmayacaq, təkzib eləyəcəkdir. İkincisi budur ki, dünyəvi maraqları olan insanlarla deyir, dostluq etməyin. Bir insanın ki, səninlə dostluq etməyinin məqsədi yalnız maddi çıxarlardır, maddi məsələlərdir, o səndən yalnız istifadə eləyir. Belə insanlarla dostluq etməyin. Bu maddi maraqlar üzərində qurulmuş bir dostluqdur. İmam Sadiq əleyhissalam buyurur ki, bu cür insanların dostluqlarından deyir, ehtiyatlı olun, qardaşlıqların ehtiyatlı olun, onlarla qardaşlıq etməyin. Kimlər deyir, o kəslər ki, tamahkardılar. Qorxudan və ya öz şəxsi mənfəətlərindən dolayı, yemək içməkdən dolayı sizinlə qardaşlıq eləyir. Qardaşlıq eləyəndə deyir, təqvalı insanlarla qardaşlıq eləyin. Hətta deyir, ömrünün yarısını buna sərf etsən də, ömrün bunu axtarmaq uğrunda getsə də, yenə təqvalı insanlarla qardaş ol, təqvalı insanları axtar tap. Çünki o maddi maraqlar üzərində olan dostluq sonda gəlir nifrətə çevrilir. O səndən yalnız istifadə etməyə çalışacaqdır. Əddallil muzil, yolunu azmış və yolunu azdıran insanlarla da dostluq etməyin. Quran-ı Kərimdə bir ayə var, bu ayə çox mühüm bir məsələni bizə çatdırır. Allah Teala buyurur ki, qiyamət günü bəzi insanlar ki, cəhənnəmə düşəcəklər, onların hansı səbəbdən gör cəhənnəmə düşüb, öz dilləri ilə deyir. Deyəcəklər ki, ya veylətə leytəni ləm ətəxiz fulanən xəlila. Ki, vay olsun mənə, kaş mən filan kəsi özümə dost tutmuyordum. Filan kəsinə oturub durmuydum, dostluq eləmiydim. Niyə? Ləqəd azalləni ani zikri bə'də izcəəni. Bu zikr mənə gəldikdən sonra, Allahın hökmü mənə gəlib çatdıqdan sonra o mənə azdırdı. Və kənə şeytanı lil insani xəzula. Şeytan həmişə insanı azdırıb, sonra da onu xar eləyir, tənha buraxıb qaçar. Və bu dostlar o dostlardandır ki, insanı azdırar, özü azğındır və səni də azdıracaqdır.
Simic insanla dostluq etməyin. Çünki simic insan, ümumiyyətlə bax bu kimlərlə ki dostluq etməyin niyə deyir bunu? Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bir hədis şərifində buyurur ki, insan dostunun dinindədir. Baxın görün kimlə dostluq edirsiniz. Bizdə bir məsəl var, deyir dostluğunu mənə göstər, kim olduğu sənə söyləyim. Çünki insan kimlə oturub durursa istər-istəməz ondan xüsusiyyətlər buna sirayət eləyəcəkdir. Mənfi xüsusiyyətləri varsa, o mənfiliklər sənə gələcəkdir. Yox, onda müsbət xüsusiyyətlər varsa, o müsbət xüsusiyyətlər sənə gələcəkdir. O Sədi Şirazinin Gülüstanında bir şeir var, məzmunun deyim, vaxtı çox almayım. Ki, bir gildə torpaq palçıqdan xoş ətir gəlir. O soruşur ki, sən palçıqsan da səndən necə olur bu gözəl qoxu gəlir. Palçıq dilə gəlib deyir ki, mən bir zaman güldan idim və mənim içərimdə də bir gül bitmişdi, gül əkmişdilər. İllərlə o güllə həmsayə olmuşam, onun xoş qoxusu mənə sirayət eləyib. Dost da bu cürdür. Yaxşı insanla dostluq etsən, qardaşlıq etsən, ondakı gözəl xüsusiyyətlər sənə sirayət eləyəcək. Yox, dünya çıxarları üçün olan insan, simic insan, yalancı insan, yolunu azmış dinsiz bir insan, əxlaqi dəyərlərdən yoxsul olan birisi ilə dostluq etsən, ondakı o mənfi xüsusiyyətlər zaman-zaman sənə sirayət eləyəcək və özünü də hiss etməyəcəksən. Ona görə də hədislərə buyurur ki, nə badə simic insanla dostluq eləyəsiniz. Çünki onun malına ən ehtiyaclı olduğun vaxt malını səndən əsirgəyəcək. Sənə dəstək olmayacaq, yardım etməyəcək. Deyilənə görə Salman Farisi bilirsiniz, Peyğəmbər sahabələrindəndir. Əbu Dərda da Peyğəmbər sahabəsidir. Hər ikisi böyük sahabələrdəndir. Peyğəmbər bəzi rəvayətlərə görə Salmanla Əbu Zəri qardaş eləyib. Bəzi rəvayətlərə görə Salmanla Əbu Dərdəni qardaş eləyib. Bir gün Əbu Dərda Salmana qonaq gəlir. Salman çox zahid yaşayıb, həddən artıq zöhd həyatı sürüb. Hətta Salman Ömər ibn Xəttabın dönəmində, 2-ci xəlifənin dönəmində Mədain şəhərinə vali təyin olunanda, cəmaət çıxır ki, indi vali gələcək, yeni vali gələcək, Peyğəmbər sahabəsidir, qarşılamağa çıxırlar, görürlər ki, ulağın belində bir adam gəldi. Yükünə baxdılar, gördülər ki, bir balaca, biz indi qəfadan deyərik də, ərəbdə ibriq deyilir. Su daşımaq üçün bir dolça, bir kuzədir, bir də bir keçədir. Dəri parçasıdır. 2 dənə yükü var bu adamın. Bunu gətirdilər qəsrə, valiliyin qəsrinə, iqamətgahına. Baxdı, dedi, mən burada yaşayamıram. Mən belə evdə yaşamıram, bu qəsrdir. Hansı evi göstərdilər, qəbul etmədi. Yox, dedi, bu mənim şənimdən yüksəkdir, mən burada yaşamıram. Axırda biri dedi ki, mən bildim sən nə cür ev istəyirsən. Sən elə bir ev istəyirsən ki, ayağa qalxanda başın tavanına dəysin. Uzananda ayağın da qapısından bayıra çıxsın. Deyirəm, elə bir daxma tikim mən yaşayayım orada. Balaca bir daxma tikdilər, şəhərin valisidir. Oradan şəhəri idarə edir. Bir gün Mədaini sel bastı. Cəmaət sel gəlib şəhəri basıb, ham malını, mülkünü çıxartmaq istəyir ki, sel yuyub aparıb dağıdacaq, məhv eləyəcək də. Salman Farisi ibriqini, kuzəsini götürdü, keçəsini götürdü, əlində çıxdı bir kənara təpənin üstünə. Dedi, ey insanlar, qiyamət də belədir, yükünüzü yüngül eləyin ki, nicat tapasınız. Nə qədər yük yıxsaq, günah yıxsaq, o qədər ağır olacaq vəziyyətimiz. Yükünüzü yüngül eləyin. Çox zöhd həyatı yaşayırdı. Əbu Dərdə qonaq gəlmişdi Salman Farisiyə, Mədinə şəhərində. Salman Farisi baxdı ki, buna nə təqdim eləyim. Zəətər deyilən bir bitki növü var, bizdə kəkotuya bənzəyir. Ondan gətirdi, biraz turşməzədir onun dadı da. Qoydu qabağına ki, Əbu Zərdə də xımış-xımış yavaş-yavaş yeyir ondan. Onu da ərəblər adətən duz səpirlər üstünə, duzla yeyərlər. Əbu Dərdə baxdı, dedi, duz olsa yaxşı olardı, dadlı olardı. Salman baxdı ki, duzu yoxdur evdə. İbriqini götürdü, kuzəsini götürdü, qaçdı, verdi birinə. Girov ondan biraz duz aldı. Gətirdi, duzu sərdi, qoydu Əbu Dərdənin qarşısına. Əbu Dərdə duzdan səpdi, o zəətərdən yedi. Yiyəndən sonra dedi ki, həmd olsun Allaha ki, verdiyinə qane olduq. Salman dedi ki, əgər qane olsaydı, mənim kuzəm indi girovda qalmazdı. Qane olmadı ki. Yəni, dost da gərək bəzən bu cür qane olsun, qardaşı əziyyətə salmayasan, çətinliyə, sıxıntıya salmayasan. Bir insan ki, daimən səni əziyyətə salır, sıxıntıya salır, həqiqi dost deyil. Həqiqi dost insanı sıxıntıya salmaz. Silə rəhm etməyən insan, qohumlarla əlaqəsini kəsən bir insanla deyir, qardaşlıq etməyin. Bu adam öz qan bağı olan insanlarla əlaqəsini kəsir. Başqasına qarşı necə səmimi qardaş ola bilər, dost ola bilər. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan bir hədisdir. Hədisdə də buyurur ki, qətə rəhm eləyənlə dostluq etməyin, mən Qur'anda onun məlun olduğunu oxumuşam, lənətli olduğunu oxumuşam və sonra bu ayəni oxudu. وَالَّذِينَ يَنْقُضُونَ أَهْدَ اللّٰهِ O kəslər ki, Allahın əhdini pozarlar, o əhd bağlandıqdan sonra və Allahın birləşdirilməsini əmr etdiyini kəsərlər,
və yer üzərində fəsad törədərlər, ulaika lahumul la'nə. Onlara lənət olsun və onlar ən pis yerdə, yəni cəhənnəmdə qərarlaşacaqlar. Və sonda da bunu qeyd edeyim ki, o kəs ki, sən onu ilə görürsən, səmimiyyət qura bilmirsən, onunla danışanda ehtiyatla danışırsan ki, birdən inciyər, birdən qəzəblənər, birdən bunu deyərəm, xətrinə dəyər, onunla da qardaş olamayacaqsın, onunla da qardaşlıq etməyə dəyməz. Əmir əl-Mömin əleyhissalam buyurur ki, leysə ləkə əxun mən ihtəcdə ilə mudaratihi. O kəs ki, sən o ilə ehtiyatla davranacaqsan, ehtiyatla davranmağa ehtiyacın var, o ilə sənin qardaşlığın olanmaz. Qardaşlıq gərək səmimiyyət üzərində, mehr, məhəbbət üzərində qurulsun. Allah Teala bizi bir-birinə səmimi olan, bir-birinə məhəbbət bəsləyən qullarından qərar versin inşallah. Sabah ayın 25-idir, sabah Qubatlının da işğaldan azad olunduğu gündür. Allah Teala müzəffər ordumuzu daimən qorusun, şəhidlərimizin məqamını daima uca eləsin, qazilərimizi isə inşallah öz sağlıqlarına qovuştursun. Qəlbimizdən keçən və ya keçməyən, dilimizdə gələn və gəlməyən, barəmizdə xeyirli olan bütün duaların qəbul olması üçün Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr edək.